Salam dostlar. Bu videomuzda isə sizin üçün iki qrup arasında fərq testini Cometrix layihəsi çərçivəsində izah etməyə çalışacağam. Bundan əvvəlki videoda data analitikası bölməsində yer alan təsvir edici analitika haqqında ümumi məlumatlar vermişdik. Ee, Bu videoda isə biz iki qrupun qarşılaşdırma testi və ya ədəbiyyatda ən çox A-B testi şəklində bilinən iki fərqli qrupun ortalamasını qarşılaşdırmaq üçün istifadə edəcəyimiz bir statistiki test prosedurundan sizə danışacağım. İlk öncə bu testi istifadə etməmişdən öncə ümumiyyətlə baxmaq lazımdır ki, bu testin bizim üçün önəmi nədir? Deməli, ümumiyyətlə hər hansı bir iki qrup götürsək, bu iki qrup arasında statistik baxımdan əhəmiyyətli bir ortalamada fərq olub olmadığını ortaya çıxartmaq və yaxud da ki, effektivliyi ölçmək üçün istifadə olunan testlərdən ən vaciblərindən biridir. Ümumiyyətlə baxdığımız zaman deyək ki, hər hansı bir A və B filialının ümumiyyətlə satış ortalamasını qarşılaşdırmaq istəyirsinizsə və yaxud da ki, deyək ki, iki fərqli reklam kampaniyası həyata keçirtmişsiniz. Bunların arasındakı statistik olaraq fərqlilik yaranıb yaranmadığını və ya reklamın işə yarayıb yaramadığı haqqında ölçmək, inkişaf elətdirmək istəyirsinizsə bu testi istifadə edə bilərsiniz. Məhsul və xidmət dəyişiklikləri zamanı deyək ki, hər hansı bir yeni bir platformaya keçid edirsiniz və bu yeni bir platformada müxtəlif daha rahat xidmətlər təklif edirsiniz. Bu onlayn platform ola bilər və yaxud da ki, offline filialda hər hansı bir xidmət göstərişi ola bilər. Həmin o xidmət göstərdiyiniz müddət ərzində əvvəlki müddətlə müqayisədə arada ciddi fərqlilik yaranıb yaranmadığını test etmək üçün bu test ən çox istifadə edilən məqamlardan biridir. İşçilər üzərində baxdığımız zaman deyək ki, hər hansı bir təlim proqramına siz öz işçilərinizi dəvət edirsiniz. Onlara müəyyən bir təlim proqramı tətbiq edirsiniz. Amma deyək ki, bunun işçilərin hər hansı bir performansı üzərində və yaxud da ki, işlərin həyata keçirmə sürəti üzərində önəmli fərqlilik yaradıb yaratmadığını, qısada təlimin effektivliyini ölçmək üçün də istifadə olunan testlərdən biridir. Ümumiyyətlə, bu testin tətbiqi istənilən iki qrupda, istənilən zaman periodunda ölçülə bilən qiymətləri və yaxud da ki, dəyərləri qarşılaşdırıb həqiqətən ciddi bir fərqlilik olub-olmamasına kömək edən bir testdir. Gəldiyimiz zaman burada biz bu testi necə tətbiq edəcəyik? Ümumi prinsipimiz dəyişmir. Biz məlumatlarımızı daxil edəcəyik. Məlumatları daxil etdikdən sonra əsas və qrup dəyişənimizi təyin etməliyik. Çünki burada bizim əsas bir kəsilməz dəyişənimiz olur. Qrup dəyişəni isə bizim kateqorik ya da faktor dəyişən dediyimiz qrupların ifadə edildiyi bir dəyişən olur. İkinci mərhələdə biz bu testin ən önəmli fərziyyəsi olan normal paylanma və variasiyaların bərabərliyini test edəcəyik və bu bizə uyğun metodologiyanın seçilməsi üçün kömək olacaq. Deyək ki, normal paylanma ödənmədiyi halda biz hansı test edəcəyik və yaxud da ki, variasiyalar bərabər deyilsə, testdə hansı düzəltməni etməliyik və s. addımları tətbiq edirik. Fərziyyələrin ödənməsinə görə üçüncü addımda uyğun test proseduruna qərar verib, ən axırda nəticələrimizi şərh edəcəyik. Tətbiq etmək üçün bu mərhələdə sizin üçün biz datasetimizi tanıdaq. Datasetimiz əvvəlki datasetlə eynilik təşkil edir. Burada biz iki fərqli brendi götürmüşük. Hansı ki, bildiyimiz kimi testin əsas xüsusiyyətlərindən biri iki bir-birindən asılı olmayan qrupun ortalamasını qarşılaşdırmaq olduğu üçün biz burada sadəcə iki brendlə öz datasetimizi limitləməliyik. Burada Samsung və Xiaomi adında iki brendimiz var və onların qiymətləri və reytinqləri var. Bizə maraqlıdır ki, həqiqətən iki fərqli brendin qiymət ortalaması və yaxud da ki, reytinq ortalaması bir-birinə bərabərdir, yoxsa bir-birindən ciddi bir şəkildə arada bir fərqlilik varmı? Bunu tətbiq etmək üçün datasetimizi bağlayıram və səhifəni yeniləyib öz məlumatlarımızı platformamıza daxil edəcəyik.
Burada biz öz datasetimizi az önceki videoda olduğu kimi daxil edirik və bizim az öncə açdığımız dataset smartphone t-test şəklində seçdikdən sonra bizim üçün iki seçim gəlir və biz asıl dəyişən olan, yəni asıl dəyişəni biz müqayisə etmək istəyirik, qiymət dəyişənini və bu qiymət dəyişəni nəyə görə ə, dəyişir, nəyə görə ortalaması fərqlilik göstərdiyini düşünürük. Həmin dəyişəni faktor və qrup dəyişəni olaraq, brend olaraq seçili vəziyyətdə görürük. Və testi tətbiq edin düyməsini kliklədikdən sonra bizim üçün sağ tərəfdə analiz pəncərələri aktivləşir və iki qrupun ortalamasının qarşılaşdırma testi olduğunu göstərir. İlkin cədvəldə biz hər iki nümunə üçün ortalama median standart kənarlaşma dəyərlərini görürük və Samsung üçün bu 198 ədəd telefon olduğunu və ortalamasının 1100 manat olduğu, Xiaomi üçün isə 166 ədəd nümunə sayı olduğu və ortalamasının 1123 olduğu görsənir. Gözlə baxıldığı zaman ortalamalar arasında fərqli olduğu, ancaq bunun hər zaman e, gözlə görünən rəqəmin güvənməməli olduğumuzu və bunu test etmək e, gərəkdiyini göz önündə alsaq, biz iki örnəyin ortalamasını qarşılaşdırma testini etməliyik. Və bu testi edərkən bizim iki önəmli fərziyyəmiz var idi. Birincisi, məlumatlar normal paylanmaya sahib olmalıdır biz ortalama göstəricinə güvənməyimiz üçün. İkincisi isə hər iki qrupun variasiyası bir-birinə bərabər olmalıdır. Baxdığımız zaman görürük ki, normal paylanma fərziyyəsi ödənməyib, çünki H0 hipotezi rədd olur və məlumatların normal paylanmaya sahib olmadığı qərarına gəlirik Shapiro-Wilk testi ilə. Levene testi ilə də bu iki qrupun variasiyalarının bir-birinə bərabər olmadığı qərarına gəlirik, çünki burada da H0 hipotezi rədd olur. Baxdığımız zaman biz bu vəziyyətdə nə etməliyik? Əgər burada üç fərqli senari ola bilər. İlk öncə, əgər məlumatlar normal paylanmaya sahibdirsə və variasiyaları bərabərdirsə, qısaca desək, əldə olunan p-value'lar 0,05-dən böyükdürsə, bu zaman hər iki fərziyyə üçün qurulan sıfır hipotezi rədd olunmayacaq və buna görə biz standart student t-testini tətbiq edə bilərik. Əgər normal paylanma ödənsə, deyək ki, burada 0,05 dəyərindən yuxarı bir dəyər əldə olunsa, ancaq variasiyalar bir-birinə bərabər olmasa, bu zaman biz standart t-testini istifadə edə bilərik, ancaq kiçik bir vec düzəltməli eləməliyik testin güvənilirliyini artırmaq üçün, çünki variasiyalar bir-birinə bərabər deyil. Ancaq ən çox qarşımıza çıxan və biznes caselərdə artıq məlumatların normal paylanmadığını biz bilirik. Əgər məlumatlar normal paylanmaya sahib deyilsə, bu zaman biz artıq parametrik t-testlərini istifadə edə bilmərik. Bununla parametrik qarşılığı olan Manvitney U testinə müraciət etməliyik. Bu testin əsas məqsədi artıq bildiyimiz qədər normal paylanma olmadığı halda biz ortalamaları qarşılaşdırmaqdan daha çox, çünki normal paylanmanın pozulma səbəblərindən ən önəmli biri outlierların datasetdə mövcud olmasıdır ki, bu kənar dəyərlər ortalamanın güvəniliyini azaldır, risk faktorunu artırır. Buna görə biz ortalamaya dayalı testlər yerinə daha çox outlierlara qarşı həssas olmayan median göstəricinə dayanan testlər istifadə edirik və bunlar da normalda tam parametrik testlər olaraq ədəbiyyatda bilinir. Yəni, qısaca, əgər normal paylanmaya sahib deyilsə bizim əlimizdəki məlumatlar, bizim örnəyimizdəki kimi median qarşılaşdırması etməliyik. Baxdığımız zaman görürük ki, Samsung-un medianı 1001 manat, Xiaomi-nin medianı 1142 manatdır. Arada ciddi fərq var və bu ciddi fərqliyi test edən test isə bizim üçün Manvitney U testidir və Manvitney U testinin p-value'su %5-dən kiçik əldə olunduğu üçün biz H0 hipotezini rədd edirik və qərara gəlirik ki, artıq hər iki marka telefonların satış qiymətləri ciddi şəkildə bir-birindən fərqlənir. Burada diqqət edilməsi məqam, yəni ən çox qarışdırılan məqamlardan biri odur ki, çox vaxtı normal paylama və variasiyanın bərabərliyi zamanı 0,05-dən kiçik əldə olunması p-value'nun bu elə nəzərdə tutulur ki, bu fərzi ödənib, əslində elə deyil.
%5-dən kiçik əldə olunan pi dəyəri bizim üçün fərziyyənin ödəndiyi H0 hipotezinin rədd edilməsinə səbəb olur və həmin fərziyyənin ödənmədiyi qərarına gəlir. Ancaq əsas testin nəticələrində isə %5-dən kiçik dəyər əldə olunması, burada kimi 0,048, bu səbəb olur ki, biz H0 hipotezini rədd edək və qərara gələk ki, iki qrup arasında ortalama ya da median bir-birindən fərqlidir. Yəni, buradakı testin nəticəsindəki p-valuelarla yuxarıdakı fərziyyələrdə olan p-valuelar kəsinliklə bir-birindən qarşılaşdırmalı ya da qarışdırmalı deyil. Çünki bunlar hər biri bizim üçün fərqli-fərqli informasiya verir. Bu səbəbdən ümumi nəticələri ümumiləşdirdiyimiz zaman qarışıqlıq olmasın deyə biz testin nəticələrini şərh edən bir əlavə bölmə yerləşdirdik və buna görə artıq siz qarışdırılma olduğu situasiyalarda bu nəticələri də oxuyaraq əslində necə qərar verildiyinə baxa bilərsiniz. Deyək ki, bizim burada şərhimiz necədir? İki örnəyin ortalamasını qarşılaşdırmaq üçün ilk öncə normal paylanma və variasiyanın bərabərliyi fərziyyələri yoxlanılır. Normal paylanma üçün Şaprovik testi nəticəsi 0,959 əldə olunub, pi dəyəri 0,00 və pi dəyəri %5-dən kiçik olduğu üçün %5 inam səviyyəsində məlumatların normal paylanmaya sahib olmadığı qərarına gəlinir. Əslində artıq bir qərar verilib ki, bu məlumatlar normal paylanmaya sahib deyil. Variasiyanın bərabərliyi yoxlanması üçün Leveni testi istifadə olunub. Bu testin dəyəri budur və pi dəyəri budur. %5-dən kiçik əldə olunduğu üçün yenə də fərziyyə pozulur və variasiyanın bərabər olmadığı qərarına gəlir. Nəticə etibarilə iki örnəyin ortalamasını qarşılaşdırdığı zaman normal paylama fərziyyəsi ödənmədiyindən az öncə danışdığımız kimi qeyri-parametrik Van Wittig testi istifadə olunmuşdur və bu testin nəticəsinə görə U-stat budur, pi dəyəri budur və pi dəyəri %5-dən kiçik olduğu üçün hər iki qrupun medianının %5 inam səviyyəsində statistik olaraq bir-birindən fərqlidir qərarına gəlinmişdir. Yəni, qısaca aşağıda yazılan şərh, yuxarıda danışdıqlarımız və göstərilən bütün addımları sizin üçün özətləyir və düzgün qərar verməyimizə kömək olur və qısaca qərarımız nə yöndədir? Xiaomi'nin medianı Samsungun medianından yuxarı olduğu üçün nəticə etibari ilə hər iki marka aid telefon satışlarının qiymətlərinin bir-birindən fərqli olduğunu, Xiaomi isə göründüyü kimi Samsungdan daha böyük satış qiymətlərinə sahib olduğu qərarına gələ bilərik. Ümid edirik sizin üçün məlumat verici və faydalı bir video olmuşdur. Növbəti videolarda görüşənədək.